Kurmanqazı Mirza, törenin izindəkilərin arasına xoş gəldiniz. Çoğun rahmat sizge. Sizler gelgeningерге dağı rahmat. Razımın sizlerge, sizlerin ata teyingerge. Qırğız musiqiçisi, Qırğız Respublikasının xalq artisti Kurmanqazı Azıqbayev 1962-ci ildə Qırğızistanda çoxuşaqlı ailədə anadan olub. Narın bölgəsində yaşayan Kurmanqazı bəy Pedaqoji İnstitutu, Musiqi məktəbini və Moldobasanov adına konservatoriyanı bitirib. Bir müddət opera teatrında və Dövlət Filarmoniyasında çalışıb. Sonradan Enesay adlı folklor estrada qrupunu yaradan sənətkar həm Qırğızistanda, həm də digər ölkələrdə böyük konsert proqramları ilə çıxış edib. Onun Avstriya, İsveçrə, Almaniya, Türkiyə kimi dövlətlərdə musiqi terapiyası adlı proqramı həmişə böyük anşlaqla keçib. Kurmanqazı bəy dünyanın bir çox ölkələrinə, o cümlədən Pribaltika respublikalarından, Malayziyadan, Hindistandan, Çindən, Polşadan, Monqolistandan, İtaliyadan, Səudiyyə Ərəbistanından dəvətlər alıb, orada çıxış elədiyi konsertlərlə böyük nüfuz qazanıb. Bütün dünyada orkestr adam kimi ad qazanmış qonağımız 3-cü dərəcəli Manas ordeni də daxil olmaqla bir çox dövlət və hökumət mükafatları ilə təltif edilib. Kurmanqazı Mirza, siz hansı boydansınız, hansı soydansınız? Sizi tanıyanlara və tanımayanlara özünüzü necə tanıdırsınız? Я по национальности Mən milliyyətcə qırğızam. Sayaq tayfasındanam. Narın bölgəsində, Aktalin rayonunda anadan olmuşam. Hazırda Bişkeşdə yaşayıram. Düşünürəm ki, qırğızların təxminən 90% məni tanıyır. Musiqiçiyəm, bəstəkaram. 54 musiqi alətində ifa eləməyi bacarıram və dünyanın 150-dən çox ölkəsini gəzmişəm. Hazırda uşaqlara dərs deyirəm. Bizim öz musiqi məktəbimiz və orkestrimiz var. Həm folklor ansamblımız, həm estrada, həm caz, həm də klassik musiqi qruplarımız fəaliyyət göstərir. Bu sahələrin hər birində tədris aparırıq. Eyni zamanda sirkdə dirijor kimi çalışıram. Сейчас работаю в цирке дирижером. Mən belə bilirəm ki, siz həm də Qırğızistanın xalq artistisiniz və Qazaxıstanın əməkdar artistisiniz. Başqa hansı titullarınız, hansı adlarınız var? Bununla da bağlı. O kavaler третьей степени. İnsanlar məni orkestr adam kimi tanıyırlar. Bundan əlavə çox sayda fəxri adlara sahibəm. Əgər indi onların hamısını sadalamağa başlasam, bu çox vaxt aparar. Buna görə əsas ikisini qeyd edirəm. Xalq artisti fəxri adına layiq görülmüşəm və 3-cü dərəcəli Manas ordeni ilə təltif olunmuşam. И кавалер третьей степени ордена Манаса. Türk dünyasının ən önəmli dəyərlərindən biri də onun sənətidir, onun əski musiqiləridir, əski musiqi alətləridir ki, hansı ki bizi birləşdirə bilər, bizim ortaq dəyərlərimizi yaradar. Siz Türk dünyasına baxanda, Türk dünyasının bəzi yerlərində məsəl üçün musiqisi dəyişibdir zaman keçdikcə. Siz Türk dünyasına baxanda, bax bu Türk dünyasının hansı səsləri duyursunuz? Bugün bir Türk dünyasında canlanma var. Hansı səslərdə sizcə birləşə biləcəyimizi düşünürsünüz? Во-первых, Bugün Türk dünyasında tariximizə, tarixi köklərimizə və genlərimizə söykənən araşdırmalar başlayıb. Yəni bizim birliyimiz araşdırılır, öyrənilir. Məlum olur ki, bizim tək dilimiz deyil, bütün ayinlərimiz, adətlərimiz də bir-birinə bənzəyir. Dillərimizin oxşarlığı musiqimizə də təsir eləyir və buna görə də bəzi musiqi alətlərimiz də eynidir. Ayinlərimiz, bayramlarımızı deyək. Biz də sizin kimi Novruz bayramını qeyd edirik. Bu, ümumiyyətlə möhtəşəm bir bayramdır. Bizim aramızda çox oxşar cəhətlər var. Mədəniyyətimiz və dilimiz bizi birləşdirir. Türk dilli xalqlar həmişə bir yerdə olublar. Yalnız Novruz bayramını deyil, başqa bayramları da birlikdə qeyd ediblər. Bəzi yerlərdə melodiyalar çox oxşardır. Musiqi alətləri də bənzərdir. Zərb alətləri həm sizdə, həm də bizdə çoxdur. Türk dünyasını birləşdirən əsas məqam bizim ortaq köklərimizin olması və mədəniyyətimizdir. Köklərimiz birdir. Musiqidə də bu dərhal hiss olunur.
harada, necə səslənməyindən asılı olmayaraq başa düşürük ki, bu bizim musiqimizdir. Səslənişi gözəldir. Hər bir türk dilli insan bu musiqini anlaya bilir. Bəlkə də bu birbaşa köklərə toxunduğu üçün baş verir. Məhz buna görə də dünyaya baxışımız, baxış bucaqlarımız çox güclü şəkildə bir-birinə bənzəyir. Мировоззрение очень сильно похожи. Bugün musiqini duymaq, musiqini anlamaq insanı duygusal olaraq çox zənginləşdirir, çox dəyərləndirir. Sizcə bax bugün bizim ortaq musiqilərimizdən, ortaq alətlərimizdən danışdınız. Sizcə Türk dünyasının bax bu musiqi sahəsindəki birgə işini qurmaq üçün ortaq alətlərin bir ensiklopediyası, ortaq alətlərin bir sıralaması, dərslikləri, məsələn, bütün türk dilli dövlətlərdə musiqi məktəbləri var. Bir ortaq türk musiqisi deyə bir dərs olsa və burada əski bütün türk xalqlarının, türk qollarının musiqi alətlərini biz toplasaq və orada tədris eləsək, öyrətsək, sizcə necə olar? Чтобы сплоченность была, Türkdilli xalqlar arasında həmrəyliyin, qarşılıqlı əlaqənin, münasibətlərin inkişafı üçün ortaq bir orkestr yaradılması çox yaxşı olardı. Yəni Azərbaycan, Qırğızistan, Qazaxıstan, Özbəkistan, eləcə də Türkiyənin və digər türkdilli xalqların iştirakı ilə. Bəli, digər türk xalqlarının musiqiçiləri də qatılmaqla belə bir orkestr qurulmalıdır. Bu orkestrdə hər bir xalq öz musiqi alətlərini və öz musiqisini nümayiş etdirməlidir. Bax o zaman biz türkdilli xalqların, türk dünyasının nə qədər rəngarəng və zəngin musiqiyə sahib olduğunu göstərə bilərik. Bu, köçəri xalqların musiqisini birləşdirən bütöv bir orkestr olmalıdır. Orkestr müəyyən bölgələri gəzib konsertlər versin, sonra ikinci qrup keçsin, sonra üçüncü. Biz Qırğızlar Manas dastanından başlayaraq musiqini yalnız boğazla deyil, eyni zamanda burunla oxunan qədim musiqi formalarını da nümayiş etdirə bilirik. Biz burunla oxumağı çox qədim bir sənəti demək olar ki, unutmuşuq. Bu elə bir ifa tərzidir ki, eyni anda həm burunla oxuyursan, həm də alətdə ifa eləyirsən. Bu, unikal bir ifa tərzidir. Bu zaman tersiyanı, kvartanı, kvintanı eyni vaxtda səsləndirmək olur. Bunlar unudulmuş ifa tərzidir. Biz onları yenidən dirçəldə bilərik. Söhbət təkcə boğazla oxumaqdan getmir. Bura bülbül cəhcəhini təqlid eləyən təkrar sədalar da daxildir. Bu təbiətlə, Tanrı ilə harmoniya deməkdir. Bizim dünya görüşümüz ondan ibarətdir ki, təbiət bizdən inciməməlidir. Biz təbiətdən asılıyıq. Əslində biz təbiətin sahibi yox, onun bir parçasıyıq. Və əslində təbiət bizim şahımızdır. Buna görə ortaq bir dünya görüşümüz və baxışımız olmalıdır. Bu istiqamətdə işləmək və uşaqları bu ruhda tərbiyə eləmək lazımdır ki, türk dünyası birlik, bütöv və dost bir dövlət kimi formalaşsın. Ancaq o zaman biz öz başlanğıcımıza, mənşəyimizə dönə bilərik. Əgər bu xalqlar parçalanarsa, parçala və hökm sür siyasəti qalib gələrsə, çox böyük təməlləri itirə bilərik. Beləliklə, düşünürəm, digər mədəni, təhsil tədbirləri ilə yanaşı türk orkestri də yaradılmalıdır. Bu orkestr dünya boyu səfərlər eləməlidir. Bax, o zaman biz o duyğuları, o genetik yaddaşı oyada bilərik. Elə bir yaddaş ki, gələcək nəsillər üçün bu dünyanı anlamaqda bir işıq, bir baxış ola bilər. Bu musiqi alətlərini birləşdirə bilərik. Onsuz da adətlərimiz, ənənələrimiz bir-birinə çox bənzəyir. Amma həmrəylik sayəsində biz tariximizin daha dərin qatlarına enə bilərik. Təhrif olunmamış, saf tariximizə. Ancaq o zaman hər şey tam olacaq, bütöv olacaq. Mən bu məsələyə belə baxıram və ona görə də sizin ölkələrin ziyalıları ilə bizim ziyalılar arasında qarşılıqlı fikir, bilik mübadiləsi, əməkdaşlıq olmalıdır. Bax, o zaman bu ən düzgün və uğurlu yol olar. должна объединяться. Вот тогда это будет самый лучший вариант. Qurbanqazı Mirzə, bugün sizi hər kəs orkestr adam kimi tanıyır. Siz çox musiqi alətləri istifadə edə bilirsiniz. Bu yol necə başladı? Necə belə qərar verdiniz ki, belə hər kəs kimi bir instrumentlə yox, bax, belə özümü artırım və nə idi sizi buna yönləndirən, nə idi sizi buna həvəsləndirən? Necə bu hekayəniz necə başladı? Ну, во-первых, я начал изучать. İlk növbədə mən klassik musiqinin akademik məktəbini öyrənməyə başladım. Sonra fikirləşdim, niyə bizdə də belə bir musiqi alətləri yoxdur? Keçmişin qədim musiqi alətlərinə baxarkən gördüm ki, bu alətlərə çox ehtiyac var. Çünki orkestrdə bu tembrlər yoxdur və bu tembrlər insanın psixologiyasına təsir eləyir. Bu, musiqi terapiyasıdır. Milli musiqi alətlərini öyrənməyə başlayanda daha da dərini araşdırdım, Manas dövrünə qədər gəldim. Və o dövrdən maraqlı məlumat odur ki, bu alətlər sadəcə musiqi üçün yaranmayıb. Onlar xüsusi olaraq müalicə məqsədi ilə yaradılıb. Bir-birimizə yaxşılıq, xoşbəxtlik və sağlamlıq vermək üçün yaradılıb.
Məsələn, ağacdan hazırlanmış nəfəs alətləri düzgün nəfəs almağı öyrədir. Bu, yoga sistemidir. Bu alətlər sadəcə elə-belə yaranmayıb. Onlar insanı müalicə eləmək üçün yaradılıb. Baş təzyiqi, göz təzyiqi, nəfəs məşqləri üçün. Bu, heç də təsadüfi yaranan bir şey deyil. Bu alətləri öyrənərkən mən alətlərin tarixi ilə maraqlandım. Bu alətlərin tarixini ayrı-ayrılıqda araşdırmağa başladım. Orada isə köklərimizi axtardım və kökləri tapanda gördüm ki, bizim musiqi alətlərimiz sizin dünyanıza da tanışdı. Məsələn, biz burada tutuq deyirik, siz isə onu düdük adlandırırsınız. Bir çox belə nümunələr var ki, bu alətlər çox oxşardır. Тюк говорим вот так. Допустим, взял один из... Və buna görə də bir alət götürürsən, o artıq digər alətlərə oxşardır. Видите, звук? Görürsünüz səs necədir. Amma niyə belədir? Niyə burada yalnız 7 düymə var? Başqa heç nə yoxdur. Heç bir başqa düymə yoxdur. Burada xromatizm də etmək olar. Unudulmuş milli alətləri yenidən bərpa eləyərkən biz köklərimizə toxunuruq. Buna görə də bu alətləri öyrənmək çox vacibdir. Əgər uşaqlar öz keçmişlərini bilsələr, onların gələcəyi də çox gözəl olacaq. Свое прошлое, то будущее у них будет хорошее. Təxminən itib getmiş neçə qırğız instrumenti, neçə musiqi alətini yenidən dirçəltdiniz? Yəni bu musiqi alətlərini tapmaq üçün hansı araşdırmalar apardınız? Yəni deyək ki, bizim izləyicilərimizin arasında bəlkə onlar da öz ölkələrində öz musiqi alətlərini deyək ki, dirçəltmək istəyirlər, araşdırmaq istəyirlər. Bunu necə etməlidirlər? Siz hansı yol, onlara burada nə ipucular, nə kömək, nə məsləhətlər verə bilərsiniz? Для того, чтобы возродить национальный инструмент, Milli aləti yenidən dirçəltmək üçün insanın içində vətənpərvərlik, öz ölkəsinə, xalqına sevgi hissi olmalıdır. Bu cür hisslərlə yaşamaq və öz köklərini araşdırmaq lazımdır. Mütləq şəkildə xalqının tarixini öyrənməlisən. Mütləq şəkildə öz soyunu, şəcərəni öyrənməli, bilməlisən. Şəcərə elə bir anlamdır ki, sən araşdırmağa, öyrənməyə başlayırsan və dərinə getdikcə öz nəslini, öz soyunu daha yaxşı anlaya bilirsən. Öz köklərini tapırsan, o zaman hansı alətlər, hansı mərasimlər, ənənələr olduğunu öyrənib, hansı mərasimlərdə hansı musiqilərin, musiqi alətlərinin istifadə olunduğunu da bilirsən. Məsələn, beşik mahnılarında və ya Novruz bayramında hansı musiqilərdən, hansı musiqi alətlərindən istifadə edildiyini öyrənirsən. O zaman artıq həmin qədim alətləri axtarmağa başlayırsan. Bəzən bu qədim alətlərin adları hardasa yazılıb, adları məlumdur, amma özləri ya görüntüləri və ya şəkilləri yoxdur. Amma biz onları təxəyyülümüzdə canlandıra, görə, anlaya bilirik. Biz öz dilimizdə buna ayan deyirik. Bu səbəbdən bu ayan vasitəsilə artıq biz axtarışa başlayırıq. Məsələn, bizdə orkestri tügen adlandırırlar. Bu sözü itirmişik. Tügen aləti buğanın buynuzundan yaranıb. Biz indi yalnız orkestr deyirik. Amma orkestr bizim sözümüz deyil. Tügen isə bizim sözümüzdür. Tügen yetigenin qohumudur. Yetigen toğuzgenin qohumudur. Və araşdırmağa başlayanda onlar və aralarındakı bağlar öz-özünə ortaya çıxır. Bu alətlərin təkrar yoxa çıxmaması və itməməsi üçün gəncləri cəlb etmək lazımdır. Tələbələrin olmalıdır. Bizdə buna ustad, şagird deyirlər. Gənc nəslə qədim bilikləri yenilənmiş şəkildə öyrətməyə başlamaq lazımdır. Çünki gəncləri öyrətmədən, tələbələrin olmadan bu dünyada çox şey əldə etmək mümkün deyil. Çünki onlar sənə dəstək olurlar və əlbəttə ki, mühit çox vacibdir. Mənim də müəllimlərim var, ağıllı insanlardır. Ağsaqqallar bizə öyrədib, biz də öyrədirik. Buna görə də tariximizi, soyumuzu sevməli və onu öyrənməliyik. Əvvəlcə öz tarixini bilməlisən, sonra isə digər millətlərin tarixini öyrənə bilərsən. Amma öz tarixini bilmədən, keçmişini bilmədən heç bir yenilik olmaz. Yəni öz tarixini araşdırmalısan. Biz tariximizi öyrənəndə bir olduğumuzu, güclü olduğumuzu anlayırıq. Надо копать свою историю. Вот тогда мы в истории, когда окажемся, мы появляемся, что мы родственники. Qurbanqazı Mirzə, burada biz bir neçə alətlər görürük, hansı ki mən bəlkə ömrümdə birinci dəfədir görürəm. Xahiş edirəm bizi və izləyicilərimizə belə qısa-qısa hamısından biraz danışasınız. Mənim üçün çox maraqlıdır. Я могу ознакомиться. Mən unudulmuş alətləri tanıdıram. Məsələn, çoçtuma. Xoçtuma və çoçtuma deyilir. Görürsünüz, zəlzələ və ya uğultuya bənzər səs eşidilir.
Belə alətlər çox olub. Biz onları itirmişik. Məsələn, Temir Oloş Komuz. Bu varqan alətidir. Varqanlardan birincisidir. O, do, re, mi, fa, sol, la, si, do səslərini ifa eləyir. O, oktavada çalır. İndi şükürlər olsun, bizim gənc nəsillər bu alətləri istifadə eləməyə başlayıblar. O belə səslənir. Eyni zamanda başqa bir alət görürsünüz. Bu, başqa bir tonallıqdır. Burada hər bir alət üçün xüsusi olaraq xromatizm tətbiq olunur. Görürsünüz, varqan olan alətlər necədir? А здесь уже другой тональность. Digər varqan alətlər də var, amma onlar başqa bir növdür. Baxın, görürsünüz necə? Və burada artıq başqa bir tonallıq var. Bu alətlər mütləq orkestrdə istifadə olunmalıdır. Eyni şəkildə bu musiqi aləti. İndi artıq uşaqlar, gənclər də bunu öyrənməyə başlayıblar. Bu alətdə ifa onların ciyərlərinin fəaliyyətini, nəfəs ritmini və qan dövranını tənzimləyir. Такой. Bax bu cür. Gördüyünüz kimi tonallıqlar müxtəlifdir. Вот такие. Belə alətlər də var. Sanki ulu babalar və nənələr, sonra isə nəvələr gəlir. Onlar artıq belə ifa eləyirlər. Внуки, внучки, они уже вот так. Тоже надо. Bu da orkestrdə istifadə olunmalıdır. Ruslarda buna sadəcə svistul deyilir. Amma əslində bunlar gil alətləridir. Gilin içində su, hava, atəş, torpaq var. 4 element. İnsanlarda da bu elementlər mövcuddur. Buna görə də hər bir aləti araşdıranda bu böyük bir elmə çevrilir. Necə hazırlanıb, niyə altı dəliklə xromatizm etmək olar və hansı səsləri nə zaman istifadə eləmək lazımdır. Məsələn, musiqi aranjmanı zamanı hansı səslər istifadə edilməlidir. Eyni yanaşma çugen aləti üçün də keçərlidir. Burada mən plastikdən istifadə eləmişəm, amma indi başqa bir ağızlıq qoydum. Baxın, necə səslənir. Mən bəzən soprano saksofonu və ya digər alətləri bu tembrdə əvəz eləyirəm. O, müasir bir versiyada hazırlanıb, amma bu tembrlər folklor və etnoqrafik ansamblda yoxdur. Çünki etnoqrafik ansamblda çox zaman belə alətlərdə ifa eləyirlər. Belə alətlər də var, amma bundan da fərqli musiqi alətləri mövcuddur. Məsələn, bu. Вот таких инструментов. Bir baxın. Görürsünüz, fərqli səslənirlər. Это вот уже, видите, продольный, да. Çobanlar və ya heyvandarlıqla məşğul olanlar hər zaman sürü ilə səsli əlaqə saxlayırdılar. Sürünü idarə eləmək, yönləndirmək üçün də musiqi alətlərindən istifadə edirlər. Məsələn, bu səslər sürünü istiqamətləndirmək üçün istifadə olunurdu. İnəklər bu səsi eşidib yenidən çobanın ətrafına toplaşırlar. Yəni əslində heyvanların və quşların, pişiklərin, ilanların, qoyunların və ya qartalların dilini də bu alətlərdə tapmaq olar. На этих инструментах. Qurbanqazı Mirzə, siz dünyanın bir çox ölkələrində olmusunuz, özünüzdə dediyiniz kimi. Bax, orada müxtəlif, yəqin ki, musiqiçilərlə də tanış olmusunuz. Bu səyahətləriniz vaxtı musiqi bəzən çox belə ortaq bir dildir. Məsələn, dünyanın hansı ölkəsindəki bir sənətçi ilə, bəlkə bir qırğız musiqi aləti ilə dialoqda olmusunuz? Necə təsir edib bu dünyanın
musiqiçiləri ilə hansı şəkildə işbirlikləriniz olub, bax belə dostluqlarınız yaranıb, bax belə bir hekayələrinizdən də bizlə paylaşarsınız. У меня везде получается. Harda olsam maraqla qarşılanıram. Yaponiyada, Koreyada, Skandinaviya ölkələrində, Amerikada, Qərbi Avropada. Mənim konsertim bitdikdən sonra bəzən musiqiçilər məni öz konsertlərinə dəvət edirlər. Onları dinləmək üçün təbii ki. Belə konsert bitdikdən sonra bəzən bir yarışma başlayır. Bu üzbəyüz təkbətək yarışma olur. Bu yarışmalar musiqili improvizasiya üzərində qurulur və ya kimsə bir musiqi mövzusu qoyur, biz başlayırıq musiqiyə. Bir melodiya musiqi ilə cavab verilir və belə davam eləyir. Buna görə də mənim istifadə etdiyim alətlərin çoxluğu xeyrimə işləyir. Bu alətlər mənə sürətli və müxtəlif tonallıqlarda cavab verməyə kömək eləyir. Misal üçün, mən saksafon götürürəm, saksafonda bir cavab. Ardınca fleytada ifa ilə başqa bir cavab. Klarnetdə üçüncü cavab verirəm. Bu alətlər mənə kömək eləyir və nəticədə əlaqə yaranır. Yəni qarşılıqlı əks-səda olur. O bir alətdən musiqi səsləndirirdi, mən də öz ifamda cavablayırdım. Beləliklə əlaqə qurulur. Dostca, üzbəyüz münasibətlər yaranır. Bunlar vacibdir, çünki bizi yaxınlaşdırır, həm də tanıdır. Məsələn, bizi çay içməyə dəvət eləyəndə biz mütləq öz milli alətlərimizi nümayiş etdiririk. Bu ümumiyyətlə möhtəşəmdir. Belə tədbirlər davamlı olaraq keçirilir. Hara getsəm, musiqiçilər öz alətləri ilə gəlir və bir-birimizlə musiqi vasitəsilə üzbəyüz əlaqə qururuq. Musiqi dili ilə. Yəni, o öz musiqisi ilə hansısa sual verir, mən isə öz musiqimlə cavab verirəm. Bu unikal bir təcrübədir. 150 ölkəyə boşuna getmədim. Əvvəlcə Allaha, sonra isə əcdadlarıma şükür edirəm. Yəni, əcdadlar olmadan köksüz heç nə əldə etməzdim. Onlarsız köküm, soyum olmasa, mən bu qədər musiqi alətini tapa, onları öyrənə, istifadə eləyə bilməzdim. Və nə yaxşı ki, uyğun mühitə düşdüm. Bu mühit mənə daha da inkişaf eləməyə kömək elədi. Məqsədimiz, hədəfimiz daim irəlidir. Amma əlbəttə, öz tələbələrimlə bir yerdə. Tək adam meydanda döyüşə bilməz. Mənim ətrafımda olan insanlar mənə irəliləməyə güc verir. Allaha sevgi və pozitiv enerjini dinləyicilərimizə ötürərək irəliləyirik. Выплескивает хорошую энергетику слушателям своим. Qurbanqazı Mirzə, sizin ifazlı bir gözəl musiqi dinləsək, məncə çox yaxşı olar. Bravo, Qurbanqazı Mirzə. Спасибо. Soruşmaq istəyirəm ki, Türk dünyasının hansı ölkələrində olmusunuz? Bayaq gözəl bir ideya verdiniz ki, keşke bir ortak Türk orkestrimiz olsaydı ve bütün Türk dünyasına konserte versəydi. Sizce bu Türk dünyasının en değerli musiqiçilərini bir araya getirmək, onları tanış eləmək üçün nələr lazımdır? Я в свое время именно
Mən evdən ayrıldım və 6 ay evdən uzaqda yaşadım. O zaman dərviş rəqslərini, şaman rəqslərini, milli rəqsləri, milli musiqini öyrənirdim. Bir vaxtlar Asiya-Avropa körpüsü var idi. Bizim türk dilli musiqiçiləri birləşdirirdi. İndi bu instrumental istiqaməti yoxdur. Yəni orada rəqslər də var idi. Türk rəqsləri, özbək rəqsləri, Qazax rəqsləri, Azərbaycan rəqsləri və eyni zamanda instrumental musiqi də var idi. Bu körpünü, bu əlaqəni biz itirmişik. İndi yalnız türk dilli xalqların Mərkəzi Asiyada, Türkiyədə və Azərbaycanda yaşadığını düşünməməliyik. Onlar Avropanın hər yerində yaşayırlar. Bu körpünü bərpa eləmək və yenidən diriltmək lazımdır. O zaman Avropada nə qədər türk dilli insanların yaşadığını görərik. Belə bir konsert turu, bir musiqi karvanı olmalıdır. O zaman biz öz müxtəlif milli musiqi alətlərimizi tanıdardıq. Bu həm də bir rəngarənglik, zənginlik yaradardı. Biz bu xalqları birləşdirərdik. Birləşmək üçün bir impuls verərdik. Birləşmə dostluqdur, sülhdür. Bu ən böyük xidmət olardı. Ona görə də indi söylədiyiniz bu ideya reallaşmalıdır. Ankarada, Astanada yaxşı prodüserlər var. Azərbaycanda da var. Onlar birləşməlidir, ssenar yazılmalıdır. Bu bir ipək yolu şəklində bərpa olunmalıdır. O zaman bizim musiqimiz nəinki türk dilli ölkələri, hətta bütün Avropanı, Amerikanı da gəzəcək. Qurbanqazı Mirzə, çox gözəl fikirlərdir, çox dəyərli fikirlərdir və istəyərdik bir musiqinizi daha dinləyək izləyicilərimiz tərəfindən. Çünki mən istəyərdim ki, bizim izləyicilərimiz sizi daha yaxından, musiqinizi daha yaxından tanısın. Buyurun. Хорошо. Sizin üçün kiçik bir musiqi parçası ifa eləyirəm. Для вас. Çox gözəl, var olasınız. Son olaraq izləyicilərimizə, bizi buradan bütün türk dünyasından izləyən izləyicilərimizə, buradan onları birliyə, qardaşlığa çağırış üçün hansı sözlərlə onlara səslənmək istəyərdiniz? Сплочение турецкого мира – это… Bu, türk dünyasının birliyi, ilk növbədə mədəniyyəti birləşdirməkdən keçir. Hər hansı bir millətin inkişafı üçün birinci yer mədəniyyətə verilməlidir. Mədəniyyətsiz bir millət yox olacaq. Ona görə də ilk növbədə biz mədəni sahədə birləşməliyik, sənətimizi, mədəniyyətimizi birləşdirməliyik. Sonra isə maliyyə, iqtisadiyyat və siyasət sahəsində birləşmələr olacaq. Ona görə də dövlətlər arasında və türk dünyasında mədəni əlaqələri gücləndirərək, birləşdirərək özümüzü daha güclü edəcəyik. Yəni, biz bir-birimizə qardaş kimi yanaşacaq. Bizi musiqimiz, mədəniyyətimiz, alətlərimiz, ənənələrimiz, etnoqrafiyamız, tariximiz və dilimiz birləşdirir. Və mədəniyyət, dil, tarix üzərindən birləşərək bu prosesə iqtisadiyyatı və siyasəti əlavə eləyərək güclü birlik yarada bilərik. Və o zaman bu birlik əbəd olacaq. Çünki biz bir mədəniyyət olmuşuq. Belə bir vəziyyət yaranıb ki, indi hər birimiz ayrı-ayrı dövlətik. Ancaq bugün mədəniyyətimiz və dilimiz bizi yenə birləşdirir. Bizi eşidən hər kəsə xeyir, bərəkət və daimi xoşbəxtlik arzulayıram. Uşaqlarımızın inkişaf eləməsini, hər bir ailədə rifahın olmasını, ən böyük zənginlik olan sağlamlığın olmasını və əlbəttə ki, öyrənməyi, Allahı sevərək öyrənməyi arzulayıram. Bizim türk dünyasına, tariximizə aid unutduqlarımızı bərpa eləyib, gələcək nəsillərə ötürməyimiz lazımdır. O zaman torpağımızda əbədi firavanlıq və sülh olacaq. Sizə çox təşəkkür eləyirəm, çox sağ olun, gəldiniz, dəyərli vaxtınızı bizlə, biliklərinizi bizlə bölüşdünüz. Çox razıyıq sizdən, var olun. Və sizə Azərbaycandan kiçik bir hədiyyəmiz var, yaradıcı qrupumuz adından. Belə bir türk papağı, Qafqaz türkləri papağı hədiyyəmiz olsun sizə. İzləyəndə, yadınıza salanda bizi xatırlayarsınız, bunu da öz kolleksiyanıza saxlayasınız. Çox təşəkkür ederim Qurbanqazı Mirzə, var olasınız, sağ olasınız. Rahmat, razıyam. Çox razıyam, çox sağ olun, minnətdarım.